Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebina Muhammed ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Sehr haqqında danışmaq istəyirəm. Qısa məlumat. Bu təhlükəli xəstəliyin yayıldığına görə. Bu elə bir xəstəlikdir ki, əziz qardaşlar, həqiqətən onunla istihza etmək olmaz. Onu küçümsəmək olmaz. Ona önəm verməmək olmaz. Bəzi insanlar var ki, elə bilir ki, sehr boş şeydir. 1001 Gecə kitabında yazılan əfsanələrdən biridir. Rastlaşmışıq belə insanlara ki, ibadət əhlidir, az olsa elmi var, amma inanmır. Səbəbi də bunun xəyal olduğunu deyir. Şək yoxdur ki, bunun əsli var, İslama nisbət olan firqələrdə. Mu'təzilə firqəsi sehri inkar edir. Ona görə də bunun nisbəti olduğuna görə, umumən İslama nisbət olan firqələrdən belə bir fikrin olduğuna görə də bu zaman içində hətta əhl-i sünnəyə belə yermişdir. Bəzi bu cür fikirlər savadsız əhl-i sünnədən bəzilərinə. Necə ki, məsələ, Rafizlərdə özəl olaraq Əli radiyallahu anh zikr eləyəndə necə ki, kərramallahu vəcəhəhu aleyhissalam sözünü işlədirlər və bu zaman içində bəzi əhl-i sünnənin yazdığı kitablarda da bu cür salavata və yaxud bu cür salama rast gəlmək olur. Bu da həmin məsələlərdən biridir. Qısacası, əziz qardaşlar, sehirlə istihza etmək olmaz. Sehr haqdır. Həm kitabda sabit olmuşdur, həm də sünnədə. Sadəcə burada bir şeyə diqqət yetirmək lazımdır ki, mömin gərək sehirdən qorxmasın. Sehirdən qorxmaq, sehrə düşməkdən qorxmaq, sehir onu həlak edəcək deyə belə bir şeyi etiqad etmək, insanın ilk öncə imanının zəifliyinin əlamətidir, sonra da həmin insanın savadsızlığının əlamətlərindəndir. Sehrə inanmaq lazımdır, lakin ondan qorxmaq lazım deyil. Çünki Allah Teala elə bir xəstəlik endirməyib ki, onun müalicəsini də endirməsin. Ölüm istisna. Möhtərəm qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin özü Məkkədə hicrətdən öncə sehrə düçar olması, sehrə uğraması, Yahudi bir qadın tərəfindən sehr olunması ən böyük dəlillərdən biridir ki, sehr haqdır. Və Quran-ı Kərimdə son iki ayət, Qul ə'udhu bi rabbil fəlaq, Qul ə'udhu bi rabbin nəs, enmə səbəbi də buna görədir. Peyğəmbər sallallahu aleyhi ve selləm bir müddət sehirli qaldı. Ayşə radiyallahu anhə deyir ki, bəzi şeyləri etdiyində elə bilirdi ki, etməyib, bəzilərini etməyəndə elə bilirdi ki, edib. Bu, dini məsələlərdən xaric olan məsələlərdə. Çünki Peyğəmbər s.ə.v din məsələlərində məsumdur. Xata elə bilməz. Ayəti yanlış deyə bilməz. Hər hansı bir hökmü yanlış deyə bilməz. Vəhy iləndir. Amma sual çıxa bilər ki, nəyə görə Peyğəmbər s.ə.v-i Allah Teala qorumadı? Nəyə görə Peyğəmbər s.ə.v Peyğəmbər olan bir insan sehrə məruz qaldı? Bu cavabı çox rahatdır. Peyğəmbər s.ə.v-in özündə olurdu bəzi hadisələr ki, hətta sonrakilərə din olsun deyə, şəriət olsun deyə. Sonra düçar olanlar Peyğəmbər necə müalicə edibdir, o şəkildə müalicə etsinlər deyə. Ona görə, qardaşlar, Allah Teala etdiyi hər şeydə hikmət sahibidir. Nazil etdiyi hər bir ayəti Quran-ı Kərimdə bir səbəb üzrə nazil edib. Hətta insanlar deməsin ki, bu ayətin nə önəmi var? Səbəbi var, bir şəxsə görə enir və yaxud bir hadisəyə görə nazil olur və onun hökmü qiyamət gününə kimi gələn bütün müsəlmanlara aid olur. Zaman, hər zaman üçün münasib, hər məkan üçün münasib biri olur. Ona görə usulda belə bir qayda var ki, ibrət kimə enib onda deyil, ibrət onun enişindədir. Yəni, nə səbəbə görə enibsə, o səbəb nə harda olsa,
həmin ayət, həmin məsələ ona dəlildir. Həmçinin möhtərəm qardaşlar, Peyğəmbər s.ə.v feili olaraq, əməli olaraq sehirlənməsi və sonra Cəbrail aleyhissalam gəlib Peyğəmbər s.ə.və Qul əuzu bi rabbil fəlaq, Qul əuzu bi rabbin nəs surəsini nazil etməsi və sonra bəyan etməsi ki, bu səni sehirdən qoruyacaq və sehrə düçar olduğun bunu sənin canından çıxardacaq və sonra sehrin harda olacağını Peyğəmbər s.ə.və deyir, gedir Peyğəmbər s.ə.v bir zibillikdən taraq tapır, saç dolanmış, üstündə də bəzi əlamətlər. Onu düyünlər, saplar olur, düyünlənmiş olur və onu gətirir Peyğəmbər s.ə.v orada olan saplara, orada olan saçlara Qul əuzu bi rabbil fəlaq, Qul əuzu bi rabbin nəs surələrini oxuyur, üfləyir və o düyünləri açır. Və əziz qardaşlar, bu da sahabələr üçün bir şəriət olur, bir din olur. Ondan sonra da onlar öz övladlarını bu şəkildə ruqya eləyiblər. Ona görə hikmətə baxsanız görərsiniz ki, Allah insanların məsləhəti üçün nə varsa hamısını göstərib və insanlara xeyir qapılarını da açıb. Və hər namazdan sonra görürsünüz ki, təsbihdən qabaq və yaxud təsbihdən sonra təsbih üçün sünnə olan oxumaq lazımdır. Qul huvallah, qul əuzu rabbil fəlaq, qul əuzu rabbin nəs. Hətta ki, əgər namazla namaz arasında kimsə sənə sehr eləmək istəsə, səni Allah qorusun deyə. Hikmət buradadır. Allah Teala müsəlmanın hifz etmək üçün ona fürsət verir, özünü qorusun deyə. Peyğəmbər sallallahu əleyhi və səlləm də ehtiyatını görərdi. Səbəbsiz şəkildə Allaha təvəkkül etməzdi. Peyğəmbər sallallahu əleyhi və səlləm kölgədə oturardı, gündən qorunmaq üçün. Müharibə zamanı dəmir paltar geyinərdi, xançaldan, oxdan, nizədən qorunmaq üçün. Eyni zamanda da şəri məsələlərdə də evə girdikdə sünnəyə uyğun girərdi. Təbii ki, onun etdiyi sünnədir. Çıxdıqda dua oxuyardı, tualetə girdikdə dua oxuyardı, tualetdən çıxdıqda dua oxuyardı. Harada vəsvəsə və şər var, orada onun şərindən Allaha sığınardı. Peyğəmbər sallallahu əleyhi və səlləm tətbiq edərək bunu da ümmətinə şəriət olaraq göstərdi. Həmçinin əziz qardaşlar, sehrin ən böyük dəlillərindən biri də Peyğəmbər sallallahu əleyhi və səlləmin sözləri, hədisləri, sünnədə səhih olan hədislər və onların sağlamlığında şəkk olmayan bir hədislər. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sehr haqdır. O, dəvəni qazana, insanı qəbrə qoyar. Nə deməkdir? Bu onu göstərir ki, sehr tək insanlara olmur. Hətta heyvanlara belə onun təsiri var. Hətta cansız əşyalara belə sehrin təsiri var. Cansız əşyalara, daşa, ağaca, oduna, divara. Ona görə əziz qardaşlar, bu cür şeylərin sünnədə sabit olması həmin məsələnin təhlükəli olduğunu göstərir. Və həmçinin möhtərəm qardaşlar, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə baxsaq, görərik ki, Qul əuzu rabbil fəlaq və Qul əuzu rabbin nəs surələrini özü ruqya adlandırıb. Ruqya. Və onu Abu Bakır, Omar və yaxud başqa sahabələr onu əgər bir şey hiss elədikdə öz övladlarını oxuyardılar. Ona görə, əziz müsəlmanlar, burada bir şeyə diqqət yetirmək lazımdır. Həqiqətlə vəsvəsəyə. Bəzən ola bilər ki, sən düşünəsən ki, sehrin əlamətlərindən danışıldığı zaman səndə sehr var. Bəzən belə bir vəsvəsə ola bilər. Yəni, əlamətlər var, əlamətləri biz danışdığımız zaman ola bilsin ki, sənə vəsvəsə gələr ki, bax, bu əlamətlər səndə var. Deməli, sənə sehr olunub. Elə o anından sehr olunmamışsansa da ehtimal var ki, sənə ola. Ona görə həqiqət başqadır, xəyal başqadır. Müsəlmanın təvəkkülü güclü olmalıdır. Və insan nə qədər Allaha bağlı olur, təvəkkülü güclü olur, o qədər Allah Teala o insanı şeytanın və şeytan cildində olan insanların şərindən qoruyur. Bunu Allah Teala vəd eləyir. Allah Teala buyurur ki: "Və lən yec'alallahu
lil kafirina alel mu'minina sabila. Nisa surəsində. Allah Teala heç zaman kafirləri iman əhlindən üstün tutmaz. Onlara fürsət verməz. Deməli, burada şərt qoyur möminlər. İnsan doğru mömin olduğu zaman Allah Teala düşmənlərinə qalibiyyət fürsəti vermir. Harada müsəlman məğlub olsa, orada xələl onların imanında, vəhyə sarınmaqlarındadır. Şəriət ittiham olunmur. Amma şəriət adı ilə daşınanlar ittiham olunur. Ona görə, əziz qardaşlar, bugün bu xəstəlik hər tərəfi bürüyüb. İnsanların bəziləri bu xəstəlikdə, yəni ki, ailələrindən kimsə düşər olur. Qısacası onu demək istəyirəm ki, müsəlman haqqı öyrənməyə çalışmalıdır ki, onu etməyə həvəsi olsun. Batili bilməlidir ki, ondan çəkinə bilsin. Və bu baxımdan da insan hansı məqamlarda sehrə uğrayır və sehrə uğramış insanlar hansı məqamlarda canını ondan qutarır, gələ bilsin. Ən birinci sehrin ən böyük əlamətlərindən, daha doğrusu insan hansı hallara düşəndə sehr ona təsir edə bilir? Ən birinci əlamət, bir insan İslam'a girmək üzrə olduqda, bir insan müsəlman olmaq istədiyi an və yaxud müsəlman olduqdan sonra kamilləşməzdən öncə o vaxtı ehtimal var. Hətta bu insan İslamdan uzaqlaşsın deyə. Lakin, burada bundan öncə bir önəmli şey demək istəyirəm. Sehr, möhtərəm qardaşlar, edilən bir şeydir. Yəni, olunmadan olmayan bir şeydir. Çünki ortada nəzər var, nəzər sehirlə olmur, əlaqəsi yoxdur. Bir də sehr var. Sehr olunur və sonra Allahın izni ilə o təsir eləyir. Nəzər də olunur, amma nəzər istədikdə də olur, istəmədikdə də olur. Amma sehri mütləq gərək istəyərək eləyə. O mənada ki, İbn-i Qayyim rəhməhullah gətirir ki, insan öz sevdiyinə də, yəni ki, nəzər keçirə bilər. İnsan ola bilər ki, öz övladını sevə, o qədər sevə ki, hətta özünün gözü dəyə. Yəni, insanın gözü dəydiyi zaman, İbn-i Qayyim deyir ki, insanın gözündən nizə formasında mənəvi olaraq oxlar çıxıb həmin insana batır. Və o oxların içində iblis olur, şeytan olur. Və insanın vücuduna qan yayılan kimi yayılmağa başlayır və təsirini göstərir. Və gözdən nəzər, həsəddən də insan uğraya bilər. Bir insan ola bilsin ki, sənin elminə həsəd eləyir, sənin gücünə həsəd eləyir, vəzifəni həsəd eləyir və malına həsəd eləyir və buradan da toxuna bilir. Və eyni zamanda sevdiyin anda da toxuna bilir. Sahabələrin biri köynəyini soyunur, bədəni gözəl olur, adətən. Və o birisi deyir ki, nə gözəl bədəni var. Və sahabə yıxılır və özündən gedir. Dili qatlanır. Peyğəmbər sallallahu aleyhi ve səlləmə xəbər çatdırırlar ki, belə bir hadisə var. Peyğəmbər sallallahu aleyhi ve səlləm deyir ki, ona deyir ki, qardaşın üçün nəyə görə bərəkət duasını oxumadın, nəyə görə qardaşını həlak edirsən? Bu onu göstərir ki, nəzər insan həlak edə bilər, öldürə bilər. Deməli, bir insan bir neməti gördüyü zaman onu tələffüz eləməzdən qabaq əsl budur. Gərək o şeyi mübarəkləndirsin. Yəni, Allah bərəkətli eləsin desin. Və yaxud da ərəbcə deyə bilirsə, təbarakallah desin. Çünki sünnədə gələn təbarakallahdır. Maşallah kəlməsi də gəlib, amma o gələn isnadların çoxu zəifdir. Sünnədə gələn nədir? Təbarakallah. Amma bir insan hər ikisini də deyərsə, maşallah, təbarakallah və yaxud da maşallah deyərsə, bunun da yeri var. Buna da pis baxılmır. Amma sünnə, təbarakallah deyən insan sünnəyə daha uyğun hərəkət etmiş olur. Sünnəyə daha çox tətbiq etmiş olur. Deməli, əziz qardaşlar, bunların arasında olan fərqi
fərqə toxunmaq istədim. Deməli, sehr mütləq gərək olunsun və onda qəsd pislik olmalıdır. Qəsd eləməlidir o insana zərər vurmağı. Və bu da belədir ki, insan tərəfindən olunur sehr. İnsan tərəfindən olunur. Və bu sehirbaz sehrə girməzdən qabaq belə bir şey var ki, o cinlərin içində olan, onların ən pisləri, kafirləri, İslamın və müsəlmanın düşmənləri gəlirlər, belə desək, loru dilində müqavilə bağlayırlar hər hansı bir sehirbazla. Müqavilə. Deyirlər ki, biz sənin varlanmağına səbəb olacaq. Səni insanların dilinin əzbəri edəcək. Şan şöhrət sahib olacaqsan. Ona vədlər verirlər, amma müqavilində sən bizə bir balaca xidmət göstərəcəksən. Nədir o xidmət? Yanına gələn insanlardan tələb edəcəksən ki, bir qara xoruz kəssinlər. Allah üçün. Onlar elə deyəcək. O zaman ki, razılıq bitər, müqavilə bağlanar, onlar, o sehirbazlar bu müqavilədən çıxa bilməzlər. Sonra gələrlər, həmin şey o insana tətbiq elətdirərlər. Və o sehirbazlar da onları görmürlər, onları sadəcə hiss eləyirlər. Və onlar öz fikirlərini yeritmək üçün həmin insanın beyninə girirlər. Və avtomatik beyninə nə gəlirsə, anında o onu danışır. Və yaxud əlinə qələmi alırsa, oxumamış, yazmamış bir sehirbazdısa, çünki artıq bugün bəzi yerlərdə sehir maddə, yəni bir fakültə halına çevrilir. İnsanlar gedir onun rəqəmlərini və hərflərini öyrənirlər. Amma bir insan savadsız haldadırsa, durumu yaxşı deyilsə, onda o zaman onun başına dolur və bir kör insana, maşın sürən kör insana sağa çək, sola çək, necə deyirsən, ona o şəkildə deyirlər və orada, aleyhissalam, və orada onun dedikləri yazılır. Bu möhür deyirlər onun adını, o orada möhürlənir. Nə qədər ki, bu onu möhürlədisə, ondan canını qutara bilmir. Çünki əgər onlar dediklərini, onlar tətbiq eləməsə, onun vəziyyəti çox ağır vəziyyətə gəlir. Və onu hədəliyirlər, başını kəsərik, ailəni öldürərik və s. kimi sıxıntılar. Elə ki, başlancığı Allah üçün deyərlər, eləyərik bunu. Çünki onlar adətən cahil insanlara girişirlər. Adətən özündən razı olan insanlara girişirlər. Və adətən insanlar içində danışıq qabiliyyəti olana birinə girişirlər ki, təsiri daha çox olsun. Lala, kara, köra, səviyyəsiz insanlara onlar girişmirlər adətən. Və çoxu zaman onlar çalışarlar ki, cadukarlar qadınlar olsun. Və cavan təbəqəsindən olsun ki, hətta gələn elə onu görəndə elə fitnəyə düşsün oradakən. Deməli, əziz qardaşlar, bu önəmli, yəni ki, bunu sadəcə elm baxımından deyirəm ki, belə bir irtibat var. Sadəcə önəmli olan demək istədiyim nöqtə budur ki, sehirbazlar öz bu münkər əməllərini, bu sehri 3 vasitə ilə insanlara keçirirlər. 3 üslub işlədirlər. Və bəzən sehr etmək istədikləri birinə həm 3-ünü tətbiq edirlər, Allah qorusun, bu 3-ü tətbiq olunan bir insanın işi daha ağır olur. Bəzən onlardan birini, bəzən onlardan ikisini. Yəni, birinci növbədə çalışırlar ki, sehr olunan adamdan bir maddə götürsünlər, saçdır və saç daha təsirlidir. Saç olmasa, onun təri toxunan bir paltar. Alt köynəyidir və alt paltarıdır, insanın giyindiyi corabdır, belə şeylər. Əgər o da olmasa, insanın şəkili. Əgər şəkili də olmasa, ən azından ayaq basdığı torpaqdan bir hissə. Və onlar öyrədirlər. Çünki bilirsiniz, insanlar arasında həsəd, paxıllıq, kin çoxaldısa, gedib sənə sözünü deyə bilmir, sənə zərər vura bilmir və gedir onlara müraciət edir ki, məsələn, mən istəyirəm ki, filan adam belə ola. Filan adam, o övladı ölə, işləri alt-üst ola, maşını avariya düşə, nə bilim, belə, yəni ona təkliflər eləyir. Və yaxud da ola bilsin ki, bir qadın gedib öz ərinə qarşı icraat aparır. Deyir ki, mənim ərimi elə et ki,
üzr istəyirəm, eşşək kimi olsun. Mən hara getdim, hara gəldim, mənlə bazarlıq eləməsin. Özüm biləni eləyim, ərimi bu hala çevir. Deməli, belə sehirbazdan sehr etməni tələb etdikləri zaman o onlardan nümunələr istəyir. Saç, yoxdursa paltar, yoxdursa şəkil, yoxdursa ən azından onun əsəri. Yəni, ayağını bastısa, tutaq ki, bir adam sənə zərər vermək istəyir, səni güdür. Bura ayağını bastınsa, ayağını bastığın yerdən gedir, torpağı götürür, aparır, verir sehirbaza. Sehirbaza bu şey çatdıqdan sonra o üç yoldan birindən istifadə edir. Yəni, birinci növbədə çalışır ki, elə bir sehir etsin ki, o sehirin əsəri itsin. Yəni, o aparıb onu qapında harasa bir yerə dəfn elətdirsin, elə ki, onu tapmaq qeyri-mümkün olsun. O da nə qədər orada qalsa və sən sehirli halda bağlı qalmış olursan. İlk növbədə onu bastırırlar və bəzən də belə eləyirlər. Onu dəfn elətdirirlər onun sahəsinin bir yerinə. Bir müddətdən sonra şübhələndikdə ki, bunlar onu tapmaq üzrədir, onu götürürlər oradan və onu çalışırlar ki, əgər miqdarı balacadırsa, onu elə bir dərin yerə atsınlar ki, o üzə çıxa bilməsin. Misal üçün, dəfn mərasimlərində iştirak eləyəndə qəbrə atmağa çalışırlar. Qəbrə tökülən torpağa qatmaq istəyirlər ki, hətta bunu tələb eləmək çətindir. Hətta sən kəşf eləsən ki, qəbirdədir, ölü sahibi sənin izin verməz ki, onun ölüsünü eşəsən. Və tarixdə belə bir şeyə rast gəlinib ki, əziz qardaşlar, müasir bir dövrdədir, yəni yaşadığımız 21-ci əsrdədir. İslam alimlərinin birinə bir qadın zəng eləyir. Deyir ki, uzun müddətdir, sehirbaz deyiləm. Amma elə pis işlər eləmişəm ki, onu mən geri qaytara bilməzəm. Amma tövbə etmək istəyirəm, İslama görə bunun tövbəsi varmı? Siz təsəvvür eləyin, qadın nə eləyib? Deyir, mən ölü yüyən idim. Qadın ölüsü yüyən. Deyir, sehri itirmək üçün məndən tələb eləyirlərdi ki, o sehir nümunəsini mən ölüyə yapışdırım və sonra kəfənliyim. Və mən 30 ildir, deyir, bununla məşğulam. 30 ildir belə bir əməl törədirəm. Və yüzlərcə, minlərcə insanların qəbirlərində, ölülərin üstündə sehirlər var. Deməli, əziz qardaşlar, bu onu göstərir ki, bu hilələrin özünü də şeytan onlara başa salır ki, bu cür edin. Və çalışırlar ki, əgər təsiri keçdikdən sonra izi itsin deyə onu aparıb tualetə atsınlar. Kim tualetin içindən tapa bilər onu? Tapmaq olmaz, çətin ola bilər. Deməli, onların ilk hiləsi onu dəfn etdirməkdir, onu bastırmaqdır, hətta ələ çıxmasın deyə. İkinci, bundan aciz olduqları zaman, tutaq ki, olmadı, tutmadı. İkinci üsulub sürtmə gəlir, sürtmə. Deyirlər ki, bunu apar onun paltarına sürt, ayaqqabısına sürt. Ya evinə girirsə, əl qulp tutan yerə apar sürt. Deməli, sürtmə vasitəsilə insan sehrə uğraya bilər. Sehir bəlasına duçar ola bilər. Əgər bu da olmasa, onda ən çətin, ən qəliz məsələsinə girir, təsiri tez baş verənə, onu da yedirtmək. Yedirdirlər, möhtərəm qardaşlar, və bunun təsiri tez olur, lakin üstə vaxtında düşülsə, müalicəsi də tez olur onun. Amma ilk dediyimin müalicəsi çox çətindir və onun fəaliyyəti də çox gec başlayır. Deməli, belə olduğu halda bir insan sehrə düçar oldusa, artıq bu üç yoldan birinin müalicəsini axtarmalıdır. Ki, ehtimal var ki, belə olub, ehtimal var ki, belə olub, ehtimal var ki, belə olub. O ehtimalların müalicəsinə girməməzdən qabaq, önəmli bir məsələ var. İlk öncə, görəsən, o edilən hər o üslub, kimə olunsa, hər insana keçir, yoxsa keçmir. Unutmayın, o mömin insanlara toxunmur. Hətta dünyanın bütün cadukarları bir araya gəlib, bütün cinləri bir araya gəlib, bir möminə zərər vermək istəsələr, ona zərər verə bilməzlər. O kəs olmaq üçün bir neçə şeylərə
fikir verməlisən. Birincisi, gərək doğru əqidə sahibi olasan. Doğru əqidə sahibi. Peyğəmbər s.ə.v-in, onun sahabələrinin yolu ilə gedən bir şəxs olasan. İkincisi, Allah səndən tələb elədiyi vacib ibadətləri gözəl şəkildə yerinə yetirəsən. Özəlliklə də namazı. Burada haldan hala fərq var, möhtərəm qardaşlar. Əgər bir yerdə cəmaat namazı məsciddə qılınırsa, nəzərdə tutduğum odur ki, sən əgər o məsciddə cəmaatla namazı əda eləmirsənsə, onda o zaman sən gözəl şəkildə vacibi ibadəti yerinə yetirmirsən. Deməli, bir yerdə məscid varsa, cəmaat namazı qılınırsa, sən bu ibadəti gözəl şəkildə əda etməyin üçün ora gedib cəmaatla əda etməyin gərəkir. Əgər bir yerdə məscid yoxdursa, amma cəmaat namazı varsa, tutaq ki, cəmaat namazı var, 4-5 nəfər toplanırlar, cəmaat namazı qılırlar. Onda o ibadəti sən gözəl əda etmiş olmursan, imkan daxilində gedib o ibadəti cəmaat şəkildə əda etmədikcə. Əgər tutaq ki, nə cəmaat yoxdur, nə məscid yoxdur, onda o zaman sən necə gözəl əda etmiş olursan, onda vaxtına diqqət yetirirsən. Allah Teala buyurur, İnnə salətə kənət aləl müminə kitəbən məvquta. Həqiqətən namaz möminlərə müəyyən vaxtlarda vacib olundu, fərz olundu. Sən zöhrü ilkində yaxın qıla bilməzsən. Fəcr namazını gün doğandan sonra qıla bilməzsən. İşa namazını gecə səhərə yaxına kimi səbəbsiz yerə gecikdirə bilməzsən. Deməli, fərd olduğun şəkildə, əgər bu ibadəti gözəl şəkildə əda etmək istəyirsənsə, onda o zaman vaxtına diqqət yetirəcəksən. Öz sağlamlığını güdəndən daha şiddətli şəkildə güdəcəksən namaz vaxtlarını. Çünki, qardaşlar, həqiqətən bir yerdə ki, cəmaat yoxdur, məscid yoxdur, insanlar evlərində qılır namaz və həmin insanlarda adətən namaz məsələsində səhlənkarlıq çox olur. Xüsusən də əgər iş adamı oldusa və yaxud evdə boş adamı oldusa, oturur televizora baxır ki, məğribin vaxtıdır. Deyir ki, əlhəmdülillah, evdə qılıram, birazdan qılaram. Biz bilirik ki, hədis var, Peyğəmbər s.ə.v deyir ki, axşam namazını tələsin. Axşam namazını tələsin, çünki onun vaxtı geniş deyil. Gün batdıqdan sonra 15-20 dəqiqə onun müddəti var. Və sonra əfzəl vaxtından keçir əda vaxtına. Savab qazanmırsan, sadəcə əda edirsən. Və yaxud da bir insan yastı namazını qılmaq istəyirsə, tutaq ki, onun yarısında girir yastı namazını, işa namazının vaxtı. Bu adam deyir ki, elə də evdə qılıram. Qılaram da, gözəl. Əgər elm tələb edirsənsə, əgər misafirin varsa, qonağın varsa, ibadətdəsənsə və yaxud xeyr iş dalındasansa, gecə yarına kimi gecikdirməyin daha əfzəldir. Amma biri oturub kinoya baxır. Deyir, qılaram da. Gör ki, kinodur, futboldur, uzun çəkəcək. Reklam olanda deyir, gedim qaçmış qılım. Gedir reklamda da Allah bir nə tər qılır ki, deyir, bu saat ola bilsin də başlayıbdır. Ət-təhiyyatı da, təşəhhüd də tez bazar yola verir. Salamın sağ tərəfini verir, əssəlamu aleykum, sol tərəfində televizyon qabağında verir. Bu, namazı haqqını verməməkdir. Hətta əda etsən belə. Deməli, bu sehirbazın və yaxud bu sehrin şərrindən insanı qoruyan əməllərin biri də namazı gözəl şəkildə müsəlman əda etməsidir. Əhəmmiyyətinə görə, önəminə görə. Peyğəmbər s.ə.v, əziz qardaşlar, diqqət yetirin. Diqqət yetirin bu şeyə. Hamımız xəstələnirik, bəşərik. Xəstələndiyimizdə həkim axtarırıq. Həmin xəstəlikdən ən yaxın müddətdə müalicə olmağa çalışırıq. Çünki əziyyət çəkmək istəmirik. Xüsusən də əgər insanın acısı ağır olarsa, hətta zövcəsini özündən bir parça olan övladlarını da insan unudan bir səviyyə gəlib çıxır. Baxırsan, yəni ola bilsin kimsə desin ki, doğru deyil. Amma gəlin, belə misal çəkim, sən adicə bir balaca xəstələndikdə, uşaqlar evdə səs-küy saldıqda, durmağa halın yoxdur. Əmr eləyirsən ki, bunların səsini kəskinə. Narahat eləyirlər səni. Peyğəmbər s.ə.v ölüm ayağındaykən həkim axtarmır. Nə halından şikayət eləmir. Və bu cür zor durumda da insanlara tövsiyə elədiyi namaz olur.
Deyir ki, "Əs-salatu, əs-salatu və mə mələkət əymənukum." Sizlərə namazı tövsiyə edirəm. Sizlərə namazı tövsiyə edirəm. Peyğəmbər s.ə.v son qalxışında, vəfatından öncə bir tərəfdə Əli, bir tərəfdə də başqa sahabə Peyğəmbər s.ə.v-i ikisi aralarında götürürlər, aparırlar. Deyir ki, məni məscidə yaxınlaşdır. Yəni, qaydandan sonra Peyğəmbər s.ə.v vəfat eləyir. Bu anlarda Peyğəmbər s.ə.v təbəssüm etməyə halı olmayan bir durumda insanları namazda səhv-səhv gördükdə təbəssüm eləyir. Sevinir. Çünki artıq vəhyin insanların qəlbinə oturduğunu Peyğəmbər s.ə.v dərk edir. Yəni, ona inanır, güvənir. Ona görə, əziz qardaşlarım, əmin olun, bir insan namazı gözəl şəkildə əda eləyirsə, o insan qəti şəkildə şəkk eləməməlidir ki, ona sehr toxuna bilməz. Garanti verə bilər ki, ona sehr toxuna bilməz. Allah heç vaxt ona sığınan qullarını rüsva eləməz. Nə kafirlərin qarşısında, nə də onların cildində olanların. İkinci möhtərəm qardaşlar, bu şərdən qorunmaq üçün ən böyük vəsilələrdən biri səhər-axşam zikirlərinə diqqət yetirmək. Səhər-axşam zikirlərində səhlənkarlıq etməmək. Və onda səhlənkarlığa səbəb olan vəsilələrdən uzaq durmaq. Nə deməkdir bu? Bu o deməkdir ki, əgər sən gec yatarsansa, oturub futbola baxarsansa, kinoya baxarsansa, boş-boş şeylərlə danışıb oturub durarsansa, ola bilsin səhər namazını cəmaatla və vaxtında əda elədin. Amma o qədər yorğunluq olursan ki, səhər-axşam zikirlərini etməyə taqatın olmur. Və məcburən yatırsan, bir də qalxırsan ki, gün çıxıb. Və belə hallarda, möhtərəm qardaşlar, vəsilələri də nəzər almaq lazımdır. Deməli, bu sehirdən qorunmaq üçün üçüncü vəsilə nə olduğunu dedik? Səhər-axşam zikirlərini etmək, səhər-axşam zikirlərində səhlənkarlıq etməmək. Və nəinki etməmək, eyni zamanda bir şeyə diqqət yetirin, mühümdür bu. Bax, səhər-axşam zikirlərini eyni təsbih kimi, eyni zikir kimi bir insan dediyi zaman beyni başqa yerdə olursa, qəflətdə olursa, o ola bilsin ki, ona fayda verməyə. Çünki bizim dualarımızda bizə çatan bizim dərk elədiyimizdir sadəcə. Dediyimiz deyil. Nəyi dərk eləyirik, odur. Ona görə hədis var, Peyğəmbər s.ə.v buyurur ki, bir kişinin namazından ola bilsin ki, yarısını qazana, ola bilsin ki, 1/3 qazana, ola bilsin 4/1, ola bilsin 10/1 qazana. Yəni, insan namazında nəyi dərk eləyirsə, o qədər nisbətini qazanır. Xuşusuz insan, ola bilsin ki, bir dənə Allahu Akbar deyəndə yadındadır, bir də Əssəlamu Aleykum deyəndə yadına düşür ki, namaz bitdi. Belə insanlar əda eləyir. Bəlkə də namazda olan savab təbəqələrinin 10/1 qazanır. Dua da həmçinin, zikirlər də həmçinin həmin hökmü daşıyır. Təsbih elədin, zikir elədin, çalışqınlə, həmin şeyi dərk eləginən, hətta mənasını bilməsən belə, heç olmasa onu bir şuurla oxuginən. Elhamdülillah Rabbil Alemin, bugün Allahın nemətindəndir ki, hansı ki 15 il, 20 il bundan qabaq, müsəlmanlar həmin şeyi əldə etməkdən aciz idilər. Bugün zəhər-axşam zikirləri nəinki ərəbcə çap olunub, yayılır, onun tərcüməsi də orada olur. Ona görə gündəlik çox etdiyimiz əməlləri yaxşı olar ki, ərəbcə ilə bərabər onun Azərbaycancasını və yaxud başa düşdüyümüz dildə onu da bilək. Və yeri gəlmişkən onu da deyim ki, insanların çoxu namazlarda qısa surələr oxuyurlar. Yəni, Vadduha surəsindən Əmməcüzün axırına tərəf gündəlik oxuduqları surələr budur. Ona görə, madəm ki, bunlar qısa surələrdir, gündəlik qarşılaşdığın surələrdir, gündəlik əməllərdə ən azından tövsiyə edirəm ki, qardaşlar, bu surələrin tərcümələrini öyrənin, oxuyun, nəzərə alın ki, heç olmasa namazı ixlasla, xuşu ilə qılmanıza səbəb olsun. Yoxsa sadəcə bir Elhamdülillah Rabbil Alemin, bir də vələddalin əmində belə olmaz. Çalış ki, bu da elhamdülillah əminəm ki, qardaşların çoxu Fatihənin mənasını bilir. Yəni ki, Elhamdülillah Rabbil Alemin, Ər-Rahman-Rahim, Məlik-Yevmiddin, bunlar nədir? Bilir. Və onu bildiyin kimi də çalış, gündəlik namazlarda oxuduğun surələrin də tərcüməsini biləsən ki, hətta bu səbəb ola ki, xuşu ilə qılasan. Üçüncü dedik ki, səhər-axşam zikirlərini oxumaqdır. Sehrin şərindən qorumağın vəsilələri. Dördüncü, əziz qardaşlar,
Bu çox mühüm daha. Evdəki münkərləri aradan qaldırmaq. Ola bilsin ki, bir insan namazı qəşəng şəkildə əda eləyir, səhər axşam zikirlərdə eləyir, amma evdə xələl və münkərlər çoxdur. Onda o zaman ehtimal var ki, ona sehr girsin, sehr olsun. Nəyə görə? Çünki biz bilirik ki, şeytanların yaşayacağı yerlər var. Onların sığınacağı yerlər var. Əgər bir evdə adətən, misal olaraq, musiqi axşam sabah çalarsa, bir evdə içki olarsa, bir evdə sigaret çəkilərsə, bir evdə canlı əşyaların heykəli olarsa, şəkili olarsa və bir evdə söyünç, çığır, bağır çox olarsa və eyni zamanda Allahın düşmənləri çox olarsa, o evdə bunun olma ehtimalı daha çoxdur. Ona görə buna diqqət yetirin. Evdəki münkərləri qaldırmaq lazımdır. Münkərlərə izin verməmək lazımdır. Və bacardığın qədər dəyişdirməyə qadir olduğun şeylərdə səhlənkarlıq etməklə. Bu o demək deyil ki, burada hikmətsizlik olmasın. Çünki ola bilsin ki, insan evdə övladdır. Evin başçısı deyil. Evin rəhbəri deyil. Və öz səlahiyyətində belə olduğun halda, öz səlahiyyətində olmadığın işlərə girməməlisən. Məsələn, tutaq ki, evdə ana var, ata var, özündən böyük qardaş var, nənə var, baba var. O da gəldi bu məclisdə eşitdi ki, evdə münkər var, cırmaq lazımdır, xarab eləmək lazım. Münkər nədir? Məsələn, adam şəkili, insan şəkili böyütürlər, divara vururlar. Bu da 30 ildir anasının, atasının astığı divarda toyluq şəkilləri var, misal üçün. Evə girənlə bir yallah deyə bunları cırıb tökür. Bunu ata, ana qəbul eləyə bilməz. Evdə fitnə olar, hikmətsizlik olar. Bu münkəri dəyişdirmək, bunu şərt əsnasında deyirəm ki, hətta yanlış başa düşülməsin. Səlahiyyətin olduğu şeyləri. Ancaq səlahiyyətin olduğun şeyləri. Sənə aid olan şeyləri. Əgər evin rəhbərisənsə, məsuliyyət sən daşıyırsan. Əgər evdə tabi olunan, yox, tabi olansansa, onda o zaman özünlə ilgili olan şeyləri təmizlə. Özünlə ilgili olan şeyləri. İnşallah o birisilərdən də sənə zərəl gəlməz. İş oradadır ki, önəmli olan budur ki, sənə düşəndə sən səhlənkarlıq eləmə. Sən üzərində olanda sən səhlənkarlıq eləmə. Bu neçənci oldu? Dördüncü. Nə idi? Evdə olan münkərləri aradan qaldırmaq. Çoxdur, sadəcə 5-ni deyəcəm. Çünki əsasları budur. 5-incisi də odur ki, möhtərəm qardaşlar, fisq əhli ilə, fasiqlərlə, əqidəsi xarab olan insanlarla oturub durmamaq. Bunun da çox təsiri var. İnsan fasiqlərlə oturub durdusa, günahkar insanlarla oturub durdusa, dəvət üçün demirəm, nə islah üçün demirəm. Bismillah. Sadəcə vaxt keçirmək üçün, söhbət etmək üçün, bunu kim şeylərlə, onlarla oturmağı adət eləyərsə, həmin insan nəinki günah qazanır, onunla bərabər də bu pis xəstəliyə düşər olma ehtimalı var. Çünki sehr olunan zaman, o sehr sənə toxunmaq üçün onlar hazırda dururlar. Sənin zəif nöqtəni axtarırlar ki, o anda sənə hücum etsinlər. Və onlarda da vaxt məhdudiyyəti olur. O vaxt, yəni onlara verilən vaxt ərzində onu tətbiq edə bilməsələr, artığı batil olur. O nə olur? Batil olur. O onu edə bilmədiyi zaman, bunlar sirlərdir möhtərəm qardaşlar. Ola bilsin ki, o görəvini, o işini yerinə yetirə bilmədiyi zaman, başqaları yığıla onu həlak eləyə, öldürələr. Öz tayfasında olan cinlər. Ki, sən nəyə görə işini yerinə yetirə bilmirsən? Ona görə elm əhli nə deyir? Şeytana bir alim daha şiddətlidir min abiddən, min ibadət eləyəndən. Onlara hər zaman vəsvəsə verə bilər. Xata törədir, amma alimə yox. Alimə çətindir. Çünki o qapıları bilir, qoruyur özünü. Axşamatan dursun, sənə fürsət axtarsın, durub bezəcək. Qaçıb çıxıb gedəcək. Bu da həmin vəziyyətdir. Deməli, fasiqlərlə oturub durmaqda ehtiyatlı olmaq lazımdır.
günahkar insanlarla, özellikle də öz etdiyi günahlarla fəxr edən insanlar. Bəziləri elə bilir ki, mədəniyyətdir, ədəb ərkandır, 21-ci əsrdə yaşadığını ortaya gətirən bir böyük nümunələrdir ki, etdiyi münkərləri danışsın. Gedib filan diskotekada belə olub, filan yerdə filanı belə döyübdür, filana belə söz atıb, belə oturdular, yedilər, içdilər, həriyə 2 litr çaxır içdilər, oturub danışırlar. Belə insanların yanında oturmaq nəinki günahdır, insanı belə təhlükələrə sala bilər. Çox diqqətli olun. 6-cısını da deyim, deməmək niyyətim var idi. Çünki dərs uzanır, bu qədər də olmasını istəmirdim. Lakin önəmlidir bu. Sünnədə, harada şeytanın şərindən qorunmaq gəlibsə, orada mütləq şeytanın şərindən qorunmağın gərəkir. Özəlliklə də tualetə girib çıxdıqda. Çünki onların ən çox insanı busduqları yer tualetdir. Ən çox busduqları yer. Və eyni zamanda sünnədə gəlib ki, insan tualetə girəndə oradakı pisliklərin və yaxud da dişilərin və erkəklərin, cinlərin yəni, şərindən Allaha sığınsın. Bunu unutmaması lazımdır. Və onlardan qabaq da Bismillah deyib, girməməzdən qabaq deməsi lazımdır. Və sonra həmçinin sünnədə gəlib ki, Peyğəmbər s.ə.v deyir ki, paltarınızı soyunanda, çıxaranda Bismillah deyib elə çıxarın. Çünki sizin bədəninizə cinlərin də gözü dəyə bilər. Sən Bismillah deyib paltarını çıxardığın zaman onların gözünün qabağına pərdə çəkilər. Onlar səni görə bilməzlər, görə bilmədikləri mühitdə də sənə zərər verə bilməzlər. Həmçinin sünnədə gəlib, əziz qardaşlar, qorxu əsnasında insan zərər gələ bilər. Qorxu əsnasında şeytanın şərindən Allaha sığınmaq. Yəni, əuzu billahi minəşşeytanirracim. Hətta yuxuda olsa belə, qorxu keçirdinsə, əuzu billahi minəşşeytanirracim, bir dəfə və yaxud daha çox şəkildə bunu deməyin gərəkir. Deməli, bunlar sadəcə sizlərə çəkdiyim örnəklər və misallar idi. Qısacası, 6-cısı o idi ki, sünnədə harada gəlibsə ki, şeytanın şərindən qorunmalısan, müəyyən zikirləri və dualar oxumalısan, onları oxumağa həris olmalısan. Deməli, bunu etdinsə, Allahın izni ilə sənə sehir toxunmur. Kifayətdir. Getir. Yoxsa yenə danışaq, başqa məsələləri toxunaq. Əlamətlərdən danışmalıyıq. Bax, burada mühüm məsələlər də var. Tutaq ki, indi bir insan düçar olub. Artıq düçar olub. Onu necə kəşf eləmək olar? Falçının yanına getmək lazımdır. Mollanın yanına getmək lazımdır. Nə etmək lazımdır? Necə kəşf elə bilərsən? Sən necə kəşf elə bilərsən ki, əslində bu sehir olub buna? Yəni, qabağında oturur adam. Necə kəşf elə bilərsən? Və yaxud da bu sehir növünün hansıdır deyə necə kəşf elə bilərsən? Deməli, aysa biz bilmirik, nə də bunu bilmək mümkün deyil. Qeyb məsələdir. Biz ancaq bildiyimiz eləyirik. Deməli, buna diqqət yetirin, qardaşlar. Bunu təkrar deyirəm ki, xata var bu şeydə. Mən hətta ehtiyat edirəm, bu dəqiqə mən danışıram, ehtiyat edirəm ki, məclisdən sonra cəmaat edəcək, məndə cin var, şübhəyə düşəcəklər. Təvəkkülümüz Allaha güclü olsun. Qorxmayın. Bəzi danışılan şeylərin sizdə olması vəsvəsə də ola bilər. Ona görə bu şeylərdə başdan çıxardın inşallah. Deməli, birincisi, əgər bir insan düçar olubsa, düçar olanda insan sehrə uğradığı zaman özü bilir. Yəni, elə bir insan yoxdur ki, sehrə düçar olsun, özü bilməsin. Hamı bilir, adətən. Lakin, bu get-gedə ağac kök atan kimi sehir insan bədəndə kök atır. Əgər bunu vaxtında adam özü müalicə eləmədisə, ya bir sehrə düçar olmuş, müalicə etdirmədilərsə, bu get-gedə şişir və yoğunuyur. Və zaman keçdikcə bunun müalicəsi çətinləşir. Ona görə üstə tez düşmək lazımdır. Və əgər kəşf olunsa ki, bu insana sehir qapısına harasa bastırmaqla bu şeyi kəşf ediblər. Onda o zaman
bunu iptal eləmək üçün, pozmaq üçün bir neçə yollar var. Birincisi, getmirsən falçının yanına, mollanın yanına ki, görəsən, haradadır bu, hara dəfn eləyiblər. Və sehirbazın yanına getmirsən. Çünki axır vaxtları fətvalar ortaya çıxmışdır ki, sehrin yerini tapmaq üçün sehirbaza müraciət edə bilərsən. Bəzi insanlar bu fətvanı başladılar yaymağa, fitnə çıxdı. Doğrusu odur ki, qardaşım, sehirbazın yanına getmək olmaz. Əhməd ibn Həmbəldən olan rivayət var, lakin Əhməd ibn Həmbəl bunun bu şəkildə deməyib. Və hətta demiş olsa belə, biz məsələləri dəlillə tanıyırıq. Dəlil lazımdır. Və sehirbazın doğru dediğini hardan bilməzsən. Hətta doğru desə belə, sənə qadağandır gedib ona inanasan. Onun dediyini tətbiq eləyəsən. Və bu küfrün əlamətlərindəndir. Küfrün əlamətlərindəndir, yəni cadukarın dediyini inanasan və gedib onu tətbiq eləyəsən. Deməli, əgər bir insan özü ağlı başındadırsa, yəni sehir bunu tam otuzdurmayıbsa, ağlını başından almayıbsa, sehir bu insanı hissiyyətdən qaldırmayıbsa, onda o zaman o insan yaxşıdır ki, namazda dua eləsin ki, Allah ona onun yerini göstərsin. Və bu insan bu duaları çalışsın ki, duanın qəbul olan vaxtlar eləsin. Səcdədə, əzənlə iqamə arası, gecənin 3də 1-də, cümə günü gün batana yaxın və s. kimi. Ehtimal var ki, o insan onu yuxuda görə ki, harə dəfn olunur bu. Belə zaman bəyənilir ki, gedib o yeri qazsın ya qazdırsın. Ehtimal var çıxsın. Əgər insanda bu şey ehtimalı yoxdursa, şuuru itibsə, artıq özünü bilmirsə, onda o zaman ən azından onu müalicə edən insan özü dua elə bilər Allaha ki, ya Rabbi, mənə yardım elə ki, əgər o insana sehir bastırılma vasitəsilə olubsa, onu üzə çıxarda bilər. Ola bilsin ki, həmin insan onu görə yuxusunda. Bu ikinci variantdır. Üçüncü variant var, əziz qardaşlarım. Əgər ehtimal oldusa bu, böyük bir miqdarda su ovsunlanır. Böyük bir miqdarda su ovsunlanır. Və bu su ovsunlanmış su evin içində və sahəsində şübhə və zənn etdiyin hər yerə o sudan səpəriyə bilərsən. Tökürsən, az-az, İstərsən gülü sulamırlar, o alətlə, su sulayanla, güldə nədir, onlar nədir? Su sulayanla, istərsən əlivlə, belə istərsən tökürsən. Önəmli olan budur ki, bu Allahın rəhmətindəndir. Və Quranın və İslam dininin əzəmətindəndir ki, əgər sehir dəfn olunan yerə, ovsunlanmış suyun bir damlası üzərinə düşsə, o yerin dibində də olsa Allahın izni orada iptal olur. 100 metr dərinliyində də olsa, üstünə bir damla ovsun suyu düşsə, Allahın izni ilə altında o iptal olur. Bu onu göstərir ki, Allah elə bir xəstəlik endirməyib ki, onun müalicəsini endirməsin, ölümdən başqa. Bu baxımından, əziz qardaşlar, bu bastırılıbsa, bunun ancaq yeganə müalicəsi belədir. İkincisi, əgər ehtimal varsa ki, bu insana sürtülüb, dərisinə ya paltarına, və bu sürtülmə vasitəsi çox zaman o kişilərin ki, qeyri-qanuni, nikahsız qadınlarla oturub durmaqları var. O qadınlarla əlaqə saxlayırlar. Bəzən ola bilər ki, hətta bəlkə də cinsi əlaqə olmayıb, amma ünsiyyət, yəni söhbət, oturublar kafedə, bir-birinin evinə gediblər, gəliblər. Və bu cür olan qadınlar bu yoldan daha çox istifadə edirlər ki, hətta həmin insanın ailəsi dağılsın, bəlkə də bununla evlənsin deyə. Bu qadınlarda bu hiylə daha çox olur. Və bunu təcrübə olaraq da bəzi insanlar, yəni ki, gətirib görmüşəm. Məsələn ki, onların alt geyindiyi paltarlara, nasklarına yağ yaxılır. Donuz yağıdır, it yağıdır, at yağıdır, ilan yağıdır, Allah bilir. Və səbəbi öyrəndikdə baxmışıq ki, bunu eləyən kimdir? Onun qeyri-şəri şəkildə əlaqə saxladığı hər hansı bir qadın tayfası. Qısacası budur ki, əgər bir insan ehtimal olarsa ki, sehirə düçar olub, sürtülmə vasitəsilə, onda o insan ovsun suyundan çinməsi lazımdır. Çinməsi lazımdır və bunun da şərtləri var.
deməli, o adam ovsun suyla çimizdirilir. Ən azı 3 dəfə. Ən azı 3 dəfə. Yəni, böyük miqdarda su götürülür. O su ovsunlanır. O su ovsunlanır. Və sonra o suyu nə odda, yəni nə qazda, nə peçdə, nə ocağın üstündə qızdırmaq olmaz. O suyu ancaq günəş şüası ilə, günəş istisi ilə qızdırmaq olar. Havalandırmaq olar. Və əgər hadisə qış gün baş veribsə, ən azından qaynar bir suyu tökürsən bir qaba, sonra bedrəni tutaq o qaynar suyun içinə salırsan. Və bununla, yəni zərurət anında belə istifadə edilir. Və sonra həmin su ilə adam qusul eləyir. Və qusulda da, əziz qardaşlar, sabun, şampon, bu kimi maddələr işlətmək olmaz. Quru su ilə başından 2-3 dəfədə tökürsən və sonra əlinlə quru qalan yerləri isladırsan. Bu, əgər sürtülübsə, Allahın izni ilə bədənə yaxılıbsa və onun vasitəsilə keçibsə, bununla sehirdən insan canını qutara bilər. Və əgər paltar ələ keçibsə, o paltarı yandırırlar və onun suyunu axar bir suya, çaya tökürsən. Əgər ehtimal varsa ki, bu nə bastırılmayıb, nə də sürtülməyib, ancaq yedizdirilib. Yedizdirilmək məsələsində çox zaman xain qadınlar əl atır. Adamın xain zövcələr, ərinin halını pisləşdirmək istəyənlər bu cür şeyə cəhd göstərirlər. Yəni, onu yedizdirirlər. Sehri yedizdirirlər. Və sehr, subhanallah, elə bir şeydir ki, insan mədəsini bilirsiniz, hər şeyi həzm eləyir. Amma sehri həzm elə bilmir. Bir insan 60 il mədəsində sehr daşıya bilər. Və hər cür qarın xəstəliyinə düçar ola bilər, qarın axıntısına düçar ola bilər, o sehr çıxmaya bilər. O qalır orada. Deməli, əgər ehtimal varsa, onda o zaman yenə ovsun suyuna əl atılır, və həmin insan bir həftə boyu ən azı ovsun suyunu durmadan istədiyi zaman içə durur. İçdiyi zaman əgər ürək bulanması, baş fırlanması baş verdisə, bu əlamətlərdəndir ki, həmin insan sehri yeyib artıq. O zaman qusmağa çalışmalıdır. Qustuğu zaman da tualetə qusmaq olmaz, zibilxanaya qusmaq olmaz, nə kanalizasiyalara qusmaq olmaz. Təmiz bir yerə qusmalısan ki, hətta sən qırmızı rəngində olan bir şey qaytardığını görəsən. Çünki, subhanallah, qırmızı rəngin şeytana böyük təsiri var. Yəni, şeytanın sevdiyi rənglərin biri qırmızı rəngdir. Baxırsan ki, bir də qara rəng. Sehirbazlara qurban kəstirəndə deyir, qara qoyun kəs, qara xoruz kəs, qırmızı qoyun kəs, qırmızı toyuq kəs. Bu rəng söhbəti onlara görə önəmlidir. Ona görə o mədədə olan o sehrin törətdiyi şey qırmızı rəngində ola bilər və qaytarma əsnasında onu gördünsə, əmin ola bilərsən ki, artıq bu şey səndən çıxdı. Və onunla kifayətlənmirsən, ovsun su içməyi davam edirsən. İnşallah bu üçüncü variantda da yenə ondan canını qutara bilirsən. Və bunun umumən bu üç halın hansı olursa olsun, əziz qardaşlar, əlavə müalicələr var. Məsələn, bir insan umumən gördüsə ki, belə bir ehtimal var, yaxşıdır ki, təmiz bal tapsın. Təmiz bal. Təmiz balı timin yağı ilə və yaxud həbbəti sauda ilə ya onun yağı ilə qarışdırsın. Və onun içinə ovsun oxusun. Və onu hər gün yemək yeməzdən qabaq ağız suyu ilə bir qaşıq, xörək qaşığı yesin. Və onu yedikdən sonra ən az bir yarım saat müddətində heç bir şey atmasın. Nə su, nə yemək, nə də heç bir şey ki, hətta mədədə o mübarizə aparsın deyə. Və eyni zamanda bədən xaricində isə zeytun yağı ilə də yenə müalicə edə bilər. Zeytun yağını götürür, ovsunlayır və onu qulaq arxasına, boyun hissəsinə və bel fəqərəsinə sürtə bilər və yaxud döş hissəsinə. Deməli, əziz qardaşlar, burada hikmət var ki, bəzən insanın dərisindən daxil olur cin. Bəzən insanın dərisindən daxil olur cin və burada önəmli bir fayda var, onu sizə biraz sonra gətirəcəm. Bu çox mühümdir və insanların çoxu da həmin şeyi siri bilmir, müsəlmanların. Ona görə o zeytin yağını əgər ovsunub sürtdünsə, inşallah o dəri əsnasında, o sürtülən yerdə, adətən cinin orduğu, mərkəz saldığı yerdədirsə, onun təsirindən Allahın izni ilə o oranı tərk edir və çıxmağı, qaçmağa
vadar olur. Hamınız bilirsiniz, Peyğəmbər s.ə.v-in Peyğəmbərliyinin əlamətlərindən biri, hətta Tövratda və İncildə sabit olan əlamətlərindən biri, Peyğəmbər s.ə.v-in kürəyində sol tərəfində göyərçinin yumurtası qədər artıq ət var idi. Sol tərəfində, çiynində. Yəni, ürək hissəsinin tam arxa tərəfində. Bu, Peyğəmbər s.ə.v-in Peyğəmbərliyinin əlamətlərindən idi. Bu əlamət əvvəlki kitablarda da var idi. Ona görə Salman el-Farisi radiyallahu anhu, bilirsiniz, məcusi olur, sonra xristiyan keşişlərin bir neçəsinin tələbəsi olur və orada Peyğəmbərin vəsfini deyir ona, xristiyanların biri və gəlir Peyğəmbər s.ə.v onlardan nə idi? Peyğəmbər sədəqə götürmürdü. Peyğəmbər sədəqə verir, görür ki, qəbul eləmədi. Yəni, əlamətlər hamısı olur birindən başqa. O da Peyğəmbər s.ə.v-in kürəyinin açıq olduğunu görə bilmir. Axırıncı variantı gözləyir və Peyğəmbər s.ə.v cənazə mərasimlərinin birində olarkən, qəbrin üstünə torpaq atarkən, kürəyinə saldığı paltar düşür. Düşəndə görür ki, həmin ət parçası Peyğəmbər s.ə.v-in kürəyindədir. Və gedir Peyğəmbər s.ə.v qucaqlayır, öpür ki, artıq sənə iman gətirdim, ya Rasulallah. Deməli, o ət olan yer, əziz qardaşlar, İmam-ı Sehli rəhməhullah, Şeyx Fovzan bunu əqidə kitabında gətirir. Deyir ki, burada bir sir var ki, nəyə görə Peyğəmbər s.ə.v-in sol tərəfində o ət parçası var idi. Deyir, çünki adətən insana cinlər vəsvəsə verəndə ürəyinə oradan girir. Və bu da cinlərə girməmək üçün, onlar üçün qapı idi. Allah Peyğəmbər s.ə.v-i həmin o yerində o əti qoymuşdu ki, onlar ora girə bilməsin. Və o ət parçası böyüyürmüş və balacalanırmış, bir miqdarda durmurmuş. Böyüyəndə əl tutası qədər olurmuş, balacalananda isə göyərçin yumurtası qədər. Deməli, bu da açıq-aşkar göstərir ki, zeytun yağını ovsunlayıb insan bədən orqanına, xüsusən şeytanların və cinlərin mərkəz tutduğu yerləri sürtmək, onların pisliklərindən və törətdiyi pis işlərdən qurtulmasına səbəb olur. Ortada yəni, artıq namaz vaxtıdır. Mövzu maraqlıdır. Əminəm ki, maraqlıdır sizə də. Lakin, əlhamdülillah, bu qədər kifayətdir. Ovsun odur ki, əziz qardaşlarım, sudur, istərsən baldır, istərsən adamın özünədir birbaşa, istərsən nə olursa olsun, ovsun budur. Ən birinci ovsun Fatihədir. Fatihə surəsini oxuyursan, Qul Huvallah surəsini oxuyursan, Fələq surəsini, Nəs surəsini oxuyursan, özəlliklə və əlavə olaraq Ayətəl Kursunu oxuyursan, Bəqərə surəsinin 255-ci ayəsini və Bəqərə surəsinin axırıncı iki son ayəsini. Və bunların hamısı ovsunun dairəsindədir. Bunların heç birini bilməsən, Quran-ı Kərimdən hardan oxusan, ovsuna daxildir. Amma özəlliklə suya oxuduğun zaman Fələq Nəs surəsi lazımdır. Suya oxuduğun zaman, bala oxuduğun zaman, yağa oxuduğun zaman Fələq Nəs surəsi lazımdır. Bununla bu dərsi tamamlayıram. Və sallallahu səlləm alə nəbinə Muhammed və alə alihi və sahbihi əcməin.